Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasının səfər çərçivəsində Vyetnam Komünist Partiyasının baş katibi Tolam ilə görüşüb. Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulanaraq, xalqlarımız arasındakı dostluq ənənələrinin hələ SSR dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Chi Minhin 1959-cu ildə Azərbaycana ümumilli lider Heydər Əliyevin isə SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığını bildirilib. Baş katib Tolom ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Respublikasının prezidenti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deyib. Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov Vyetnam Komünist Partiyasının 14-cü qurultayını uğurla başa vurması və yenidən partiyanın mərkəzi komitəsinin baş katibi seçilməsi münasibəti ilə Tolamı Yeni Azərbaycan Partiyası adından təbrik edib. O, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafda liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək, müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib. Görüş zamanı hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq 2023-cü ildə imzalanmış əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub. Səfər çərçivəsində Tahir Budaqov Vyetnam Xarici İşlər Nazirinin müavini Nguyen Minh Vu ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.